Şəmkir Su Meliorasiya Sistemləri İstismarı İdarəsi rayonun 53.297 hektar əkin sahəsinin suvarılmasına xidmət edir. Həmin sahələrin suvarılması üçün 5 əsas mənbədən və 874 subartizan quyusundan istifadə edilir. Hazırda 874 ədəd subartizan quyusundan 842-si işlək vəziyyətdədir. Bu barədə televiziyamıza daha ətraflı idarənin baş mühəndisi Rəşad Allahyarov məlumat verib. Şəmkir Su Meliorasiya Sistemləri İdarəsi Şəmkir rayonu ərazisində əkinə yararlı 53.297 hektar ərazinin suvarılmasına xidmət göstərilir. Həmin sahələrin suvarılması üçün 5 mənbədən istifadə olunur. Şəmkir çayı, Zəyəm çayı, Kür çayı, nasostansiyalar və subartizan quyularından istifadə olunur. İdarənin balansında 959,1 km torpaq, kanal və qapalı suvarma şəbəkəsi mövcuddur. Onlardan 68,21 km qapalı suvarma şəbəkəsi, 30,3 km beton üzücü kanallar, digərləri isə torpaq məcrali kanallardır. Hazırda əkin sahələrinin suyun təmin olunmasıyla bağlı tərəfimizdən suyun mütəşəkkil verilməsi üçün hazırda idarəmiz tərəfindən torpaq məcrali kanallarda kol-kosdan və lildən təmizlənmə, beton üzlüklü kanallarda isə lildən təmizlənmə işləri görülməkdədir. Qeyd edək ki, hazırda Şəmkir rayonunda dənli bitkilərin suvarılması prosesi başa çatmaq üzrədir. Xoşbəxtlikdən havaların yağışlı keçməsi səbəbindən hələ ki əkin sahələrinin suvarılmasında su ilə bağlı heç bir problem yoxdur. Murad Adiloğlu, Kamran Əskiparalı, Amin Qəhrəmanov, Səs TV Şəmkir.